müsəlmanın ibadət edə bilməsi və ümumiyyətlə təmiz olması üçün bir şəriət qaydasıdır. Uca Allah Quranda buyurur: Həyat yoldaşınızla yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsul edin. Qüsul alarkən fərz olan iki şeyə diqqət edilməlidir. Niyyət etmək, bütün bədənin yuyulması. Niyyət edilməsə, insan tərtəmiz çimsə belə qüsullu, pak sayılmır. Əgər cünub olubsa, cinsi əlaqə olubsa, o zaman cənabət qüsuluna niyyət edilir. Cümə namazından öncə cümə qüsulu niyyət edilir, yəni yerinə görə niyyət edilir. Qüsul alarkən dillə niyyət deyilmir. Sadəcə qəlbində adi çimmək yox, qüsul almaq məqsədinin olması kifayətdir. Allah dərgahında qəbul olunan qüsul iki növdür. Vacib qüsul. Bismillah deyib, ağız və burnu yaxalamaq, başı və bütün bədəni su ilə yumaq. Bununla da insan boynunda olan vacibi ödəmiş hesab olunur. Kamil qüsul. Kamil qüsul almaq üçün Bismillah deyib, əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra 3 dəfə başa su töküb, əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini 3 dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Yəni, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin aldığı şəkildə qüsl almaq. Möminlərin anası xanım Ayşə, Allah ondan razı olsun, rəvayət edir. Peyğəmbər sallallahu aleyhi və səlləm cənabət qüslu etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra 3 dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu. Qüsul alarkən bəsmələ oxunur. Hətta kəlmə-i şəhadət də gətirmək yaxşı olar. Qüsul alarkən dəstəmazı pozacaq hallar olsa, məsələn qaz və ya sidik çıxsa, qüslə qaldığı yerdən davam edilir. Dəstəmazı pozan şey qüslü pozmaz. Yalnız sonra dəstəmazı yeniləmək lazımdır. Dəstəmazda qüsulda unutduğunuzdan dolayı quru yer qaldığını düşünürsünüzsə, bilmədiyiniz üçün heç bir zərəri olmaz. Görəsən quru yer qaldı mı deyə dəfələrlə yumaq lazım deyil. Bunlar şeytandan olan vəsvəsədir. İnsanı dinə qarşı bezdirmək istəyər. Qüslü pozan amillər isə ümumilikdə kişi və qadınlarda cənabət, cinsi əlaqədən sonra və ya əlaqə olmadan şəhvətlə spermanın axması, yoxda qeyri-iradi olaraq məninin spermanın axması, yalnız qadınlarda isə heyz, aybaşı və nifas hallarıdır. Xəstələnmək qorxusu olan və ya su tapmayanlar çətinlik aradan qalxana qədər qüsul əvəzinə təyəmmüm edə bilərlər. Qeyd. Qüsulda əsl olan niyyət edərək bütün bədənin yuyulmasıdır. Sadəcə bunu etmək kifayətdir.